Deməli, bugün asosial və antisosial insanlardan danışırıq. Bunların fərqi nədədir? Əvvəla asosiallardan başlamaq istərdim. Asosiallar adlarından da göründüyü kimi sosial ortamlara, yəni insanların çox olduğu ortamlara o qədər də yaxın olmurlar. Belə ki, bu tip insanların öz dünyaları olur, öz dünyalarında xoşbəxtdirlər, özlərinə görə xüsusi qaydaları var o dünyanın içində və bu onlara, belə deyək ki, sakitlik verir. Əksinə, onlar çox insan olan ortamlarda özlərini yaxşı hiss eləmirlər, sıxılırlar, gərginləşirlər və tez bir zamanda özlərinin sakit ortamına, öz dünyalarına qovuşmağı gözləyirlər. Adətən asosial tip insanlar zərərsiz olurlar və yaxud da zərərləri özlərinə ola bilər. Belə ki, asosial insanlar sadəcə bu tip ola bilərlər. Yəni bunlara introvert insanlar deyilir. Daxilə dönük, yəni içə dönük insanlar və yaxud da digər halda hər hansısa bir psixiatrik durumun da simptomlarından biri ola bilər.